TikTokda Roşka ləqəbi ilə tanınan Rövşən Süleymanzadənin cinayət üzrə məhkəmə istinaqı davam etdirilib. Bakı Azantər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədri ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Mirzəcəlal Muradlı müvəkkilin ev dustaqlığına buraxılması və məhkəməyə təqdim olunan video görüntülərin ekspertizadan keçirilməsi ilə bağlı vəsatət verib. Müşavirədən sonra qərar açıqlanıb. Rövşən Süleymanzadənin ev dustaqlığına buraxılması təmin olunmasa da, onunla bağlı təqdim olunan video görüntülərin ekspertizaya göndərilməsi qərarı alınıb. Məhkəmə növbəti aya təxirə salınıb. Qeyd edək ki, Roşka ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib. Onun barəsində ilkin olaraq Nəsim Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, küllü miqdarda törədildikdə maddəsi ilə ittiham sürülüb. Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə də 45 günlük inzibati həbs edilmişdi. Orxan Rasifoğlu, Məhkəmə xəbərləri.